Ai meu Deus, fico maluco, vou parando atrás dela e fazendo vucu, 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 parando atrás dela e parando atrás dela e fazendo vucu, vucu, parando atrás dela e parando atrás dela e fazendo Kamra! Kamra! Salamlayıram sizlərə, mən şəxsində Seydər Hüseyni. Qələbə Liqasında qapanış oyunu son maç KKM Plastik Zəfər komandaları arasında olacaq. Artıq hakimin start fiti səsləndirildi. Uğurlar arzulayırıq ki, komanda ümidi var ki, bol qollu, haqlı, ədalətli gözəl bir maç bizləri gözləyir. Qalazi solcuna Talih. Qalazi top meydanda saxlaya bilmədi. Bir də yüksəkdən ötürüm alınmışdı. Yan xətdən Nicat. Top oyuna taxlidir. Geriyə doğru İsmail. Sağ canaha. Camal istiqamətini ötürmə keçmir. Real Küper. Top meydandan uzaqlaşdırır. Talih. Mehman oynayır. Kamrandan keçə bilmir. Yeniden Talih. Mərkəzdə Qalazi. Geriyə doğru Zaur. İkisindən sağ canaha keçmədə ötürmə. İsmail. İsmail. Son anda Talih sürüşmə fəndi ilə top meydandan kənarlaşdırır. Üçüncü zərbəsi yerinə yetirəcək KKM Plastik komandası. Müzatın zərbəsinə blok qoyulur. Demək Kamran. Və out. Başa qapıya istiqamətləndirir. İlya yerindədir. Mehman. Sol cinaqdan sürətli şəkildə irəliyir. Zərbə də indirir. Top doğru yandan silkələdi. İsmail. Camal. Balküpə ilə oynayır. Başla zərbə Mehmandan. İstədiyi kimi zərbə indirə bilmədi. Hikmət. Mehmanın zərbəsi Toxtaqın üzərindən keçir. Kala. Hikmət. Ya, yerindədir yenə də. Talih. Top tikisi var. Zəfər komandasından. Nicat. Camal. Zaur Əliyev. Fikrət. Geriyə çəkilir Talih. Yenə Fikrət. İlyas. Talihlə oynayır. Boşluq axtarı ötürmə etmək üçün Talih sol cinaqda Mehman. Kamrandan diaqonal ötürmə Qalazidən keçmir. Hücumu davam edir KKM Plastik komandasının. İsmaildən gözəl hərəkətlər. Zərbə də indirir. Qalazidən son toxunuş var. Üçüncüdən zərbə.
Kamran. Bir zərbə yaxın küncə geridəyidir. Qazi. Solcuna Talih. Başla Fikrətdən solcuna təyə götürmə alır Mehman. Zaur Əliyev. Yeniden Fikrət geriyə çəkilir. Talih. Mərkəzdə Fikrət sağcına Zaur. Qüvvətli zərbə endirir. Qolkiperdən gözəl refleks. Zərbəsi yerinə yetiriləcək. Fikrət topun gerisindədir. Bitirməsi keçmədi. Zaur. Zərbəsi top qapıdan azacıq. Fərqlə yan keçir. Və Mehmana qarşı qayda pozulur. Talihdən qolkiperini ötürmə Mehman. Mərkəzdə Fikrət. Nicat. Talih top meydanına kənarlaşdırır. Out KKM Plastik. Ötürmə gəlir. İsmail. Nicat. Kamranın ötürməsi keçmir. Out qazandırır. Nicat. İstədiyi kimi zərbə indirə bilmədi. Mehman. Şimdi tavan deyir. Kamran və ayıq sayılığını yenə də itirmir. Zauruna tək toxunuşu, gözəl ötürmə. Son anda boş qapıdan çıxardırlar. Mehman. İsmail. Out. İsmail Hansına ötürmə bir qədər yüksəkdən və qeyri dəqiq alır. Riyaz. Solcuna Talih istikamətinə təyə götürmə. Diagonal ötürmə Zaur. Mehman. Ötürmələrlə müdafiəni yaramağa çalışırlar. Əksrim şansı KKM Plastik komandasından. Ötürmə Kavaziyadan keçmədi. Şimdi yenidən özünü çatdırır Kavaziya. Tabanla ötürmə Camal. Solcuna Kamran zərbə mövqeyi var. Zərbə də indirir İlyas. Yaxın küncü yaxşı bağlamışdı. Kavaziya boşluq axtarır ötürmə etmək üçün. Mərkəzdə Fikrət sağcına. Mehman. Diagonal dəyə götürmə. Zaur Əliyev toprağım edə bilmədi. Kamran. Və out. Daha doğrusu küncdən zərbə. Ötürmə keçmədi. Gözəl hərəkətlər Fikrətdən. 2 nəfəri geridə qoyur. Talih. Küncdən zərbə. Dəfə isə Zəfər komandasının leyinə qərar verilir. Kamranın tabanla gözə ötürmə Camal. Nicat. Yaxın küncə zərbə indirir. O qədər də qüvvətli alınmadı.
Qalazi. Mərkəzdə Fikrət. Out. Yeniden Taliyə topladır. Sağ canağı Mehman. İçəriyə doğru ötürmə Fikrət istiqamətində müdafiəçiləri suallaşdırdı. Hücumu davam edir. Zəfər komandasına Fikrət. Zaur Əliyev düşünmüşdü. Başa düşmədilər bir-birlərini. Nicat gözəl sıyrılır rəqibindən. Zərbə indirir. İlyas. Sanki neçə vaxtı bunu gözləyirdi. Bu mövqeyi gözləyirdi. Kobud səhv qapı boşdur. Nicat niyə bu qədər ləngidir? Bu cürünə fürsəti əldən qaçırdı KKM Plastik komandası. Mehman sol canağı Talih. Bəxti gətirdi Zəfər komandasına bu epizodda. Geçmədi şu an ötürmə. Alt yerinə yetirdilər artıq. Zəfər komandası Talih. Qüvvətli zərbə qolkiperdən mükəmməl refleks. Nicat sürətlə güvənərək burayı edir, lakin uğur da alınmadı. Türmə Nicatın zərbəsi top qapının üzərindən keçir. Talih topladır, sağcına doğru ötürmə Mehman. Zaur Əliyev pauza edir, başını qaldırır, boşluq axtarır. Bir dəqiqə götürmə oldu və kameranı uzaqlaşdırır, riskə getmir. Fikrət. Zaur top itirir. Camal sağcına Şamran. Diaqonal ötürmə. Yaxın küncə zərbə Nicatdan qeyri dəqiqdir. Azacıq dəqiqlik lazım idi topu tora qovuşturmaq üçün. Talih uzun ötürmə Zaur istiqamətində müdafiəçilə imkan vermədi Zaurun yerin irəliləməsinə. İsmail Camal sürətli irəliyir, bir qədər özündən irəli atır topu. Yenidən qazanır KKM Plastik komandası. Tək toxunuşdur, gözəl ötürmə İsmail. Ötürmə etmək lazım idi, gecikdi bir qədər. Və Talih rəqibindən top almağı bacardı. Out Zəfər. Qalazi Zaur. Out. İsmail Camal Fikrət qarşısına alır, tabanla ötürmə Mehman. Gözəl hərəkətlər Mehman 2 nəfərin əhatəsinə sıyrılır, ötürmə edir. Bir qədər Zaurun gerisinə doğru ötürmə alındı. Kamran Fikrət sürüşmə fəndi ilə top meydanına kənarlaşdırır. Fikrət geriyə doğru Qalazi mərkəzi keçir. Fikrətdən mükəmməl hərəkətlər, zərbəsi yerdə çox təhlükəli idi. Azacıq dəqiqlik çatmadı. İsmail'dən uzun ötürmə İlyas çıxışda səhvsizdir.
Mehman yenə də bir rəqibini gerdə qoyur. Hücum şansı KKM Plastik komandasından. Zərbə indirilir, top qapıdan yan keçir. Elfinin bu cəhdi uğursuz alındı. Yenə Mehman. Yenə reydlər. Yenə sürət gerdə qoyur rəqiblərini, lakin topa çatdıra bilmədi özünü. Sağ İsmail. Out. Camal. Qüvvətli zərbə İlyas sayıqdır yenə də. İsmail top meydanda saxlaya bilmədi. Sağ oradan sağ sınası yaxanla ötürmə. Kamran geriyə doğru İsmail sürətli işə salır. Nicat yenə İsmail önünə doğru zərbə endirir İlyas, qaydan top daha bir zərbə blok. Mükəmməl oynuyor İlyas yenə də. Kalacı, Fikrət, İlyas. Talih. Yaxamal ötürmə, qarşıladılar. Camal. Gözəl hərəkətdə Camaldan və Kalacı. Çox sərgəli oynadı. Özü də qoşulur. Solcuna doğru ötürmə, Fikrət. Keçir bir rəqibini. Ötürmə edir Kalacı. Yenidən Fikrətin önünə doğru qanıma qarşılıqlar baş verir. Haşim qalx deyir. Heç bir penalti epizodu yoxdur. Və çox səhvə yol verdilər. Nicat zərbə indirir İlyas. Şov göstərir. Mükəmməl oyunu nümayiş etdirir. Hələ ki ilk hissənin 18 dəqiqəsində. Başı qapıya doğru zərbə blok. İsmail. Qüvvətli zərbə İlyas. İkinci cəhdində topu tutur. Kalacı. Məlikəsi də keçir. Tafanla ötürmə yeri dəqiq oldu. Fuat. İlya. Talih. Yenə ötürmə Fuat. Geriyə çəkir. Suya yetmədi İlya. Topu sağlaşdırır. İsmail. Və Kobudsə, Sarəliyev təkbədə epizod. Qalkiperdə keçir zərbə və gol! Nəhayət Sarəliyev bu səhvə əff etmir. 1-0, Zəfər 1, KKM Plastik 0. Elfin. Yanında İsmail. Zat. İsmail. Keçmədə ötürmə. Gözəl hərəkətlər Fikrətdən. Yanında Kalacı, yenidən Fikrət. Solcuna doğru ötürmə. Zaur Əliyev. Bir qədər səliqəsiz şəkildə toprağını etdi. Kamran. Nicat. Bu zərbələr məncə əbəs yerədir. İlyas belə zərbələri ələm-ələm qol buraxacaq bir qapısı deyil. İti bucaqdan yaxın küncə indirilmiş zərbələri. Əksürmə çıxır. Təkbədə epizod. Fikrət. Zaur Əliyev. Gol!
bir qədər də artırır. 2-0. Özü ikinci komandası ikinci topu. Aktivlərini yazdırırlar. Bir qədər time out ayrılır. Biggie Bong. Biggie Bong. Mı yoktu? Bala. Ay bala. Orada niye oturmuşsan ay bala? Orada niye oturmuşsan ay bala? Biggie Bong. Biggie Bong. Time out yekunlaşır. Mübarizəyə yenidən davam. Sahil. Daha doğrusu İsmail. Sağ sona doğru ötürmedir. Topçusu var. Fikrə sürətli irəliyir. Qapısını da keçir zərbəsi. Bir dəqiqə oldu. Kamran. Uzun ötürmə ilə çıxışda yenə də səhvsizdir. Sağsına Fuat. İsmail. Sağsına yenidən ötürmə. Yeniden İsmail ara ötürməsi Talih qarşıladı. Kavazı ilə başa düşmürlər üzrlərini. Yenə İlya vaxtında müdaxilə edir. Bu ikisinin bitməsinə çox az qalır. Son dəqiqələrdir. Nicat. Türmə keçmədi. Fikrət. Sürətini işə salır yenidən. Zarəliyev. Ötürmə edir. Fikrət. Gol! Zarəliyev. 2 gol. Bir də asist yazdır aktivinə. Fikrətsə. 3-cü golun müəllifi olur. Və beləliklə ikisini Zəfər komandası 3-0 hesabı üstünlüğü yekunlaşdırır. Birinci hissədə sizinlə bərabər.